Burada səslənən fikirlər real, baxış bucaqları isə obyektivdir. Hər vaxtınız xeyir. Real TV-nin efirində sosial gündəmi dəyərləndirən obyektiv verilişinə xoş gəlmisiniz. Bu dəfəki buraxılışımızda böyük qayıdışın vətəndaşlarımıza və ümumilikdə regiona sosial-iqtisadi təsirindən söz açacağıq. Böyük qayıdış minlərlə insan üçün yeni iş yeri, gəlir və inkişaf imkanı yaradır. Bu barədə az sonra studiyamızın qonağı Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur üzrə regional məşğulluq filialının müdiri Sənan Məmmədzadə ilə söhbətimiz olacaq. İndi isə vaxt və söz həftəlik sosial xülasənin təqdimatı üçün Dost TV-dən bizimlə birbaşa bağlantıda olan həmkarım Əsmər Nəcməddin qızındadır. Əsmər, xoş gördük. Bu həftə sosial gündəmdə nələr baş verib? Səndən eşidək. Hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından yenidən salamlayıram. Bu həftədə sosial gündəm xəbərlərlə zəngin olub, gəlin təfərrüatlı şəkildə təqdim eləyək. Ölkəmizdə Peşə Fest 2025 başladı. Festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin eləmək məqsədi daşıyır. Ölkənin 11 iqtisadi rayonunu əhatə edən bu layihə çərçivəsində 14 peşə üzrə maarifləndirici tədbirlər təşkil olunacaq. Nazirliyin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir mövzusunda dövlət qurumlarının əməkdaşları arasında intellektual bilik yarışı keçirilib. Dövlət Gömrük Komitəsinin komandası ən yüksək xalı toplayaraq yarışın qalibi olub. İkinci yerdə Mədəniyyət Nazirliyinin, üçüncü yerdə Dövlət Miqrasiya Xidmətinin komandaları qərarlaşıb. Mükafatlandırma mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iştirak ediblər. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyada keçirilən Osaka Kansai Expo 2025 Ümumdünya sərgisində təmsil olunub. Mərkəzin heyəti beynəlxalq tədbirdə konsert proqramı, dulusçuluq istiqaməti üzrə master-klass və əl işlərindən ibarət sərgi nümayiş etdiriblər. Nazirlik tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin mssocial.gov.az portalı üzərindən onlayn satışı davam edir. Hər biri 3 və 4 otaqlı olan mənzillər çıxarışlı, tam təmirlidir və istifadə olunmayıb. Mənzilləri ipoteka krediti ilə də almaq mümkündür. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Əlavə məlumat əldə etmək üçün 142 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım. Bu qədər, obyektiv isə davam edir. Diqqətiniz Real TV-də olsun. Xanım, söz yenidən sizdədir. Təşəkkür edirəm Əsmər. Dost TV ilə birbaşa bağlantıda sosial xülasə ilə tanış olduq. Obyektiv izləyirsiniz. Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur regional məşğulluq filialının müdiri Sənan Məmmədzadə ilə Şərqi Zəngəzurdakı sosial imkanlardan söhbət açacağıq. Sənan bəy, xoş gəlmisiniz. Çox sağ olun. Mən də sizi salamlayıram. Təşəkkür edirəm. Böyük qayıdış yolunda hər bir addım mühümdür, xüsusidir və bu dövlət proqramının icrasında sizə uğurlar arzulayıram. Gördüyünüz işlərin miqyası həqiqətən də böyükdür və bir neçə ildir həyata keçirdiyiniz bu proqramlarla Şərqi Zəngəzura qayıdan vətəndaşların həyatına necə toxunursunuz? Ümumiyyətlə, böyük qayıdış prosesi nələrdən ibarətdir? Bu barədə söhbət edək. Çox sağ olun. Bəli, bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışa dair birinci dövlət proqramının məqsəd və prioritetlərinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyi, agentliyin fəaliyyət sahələri üzrə bir sıra tədbirlər və müvafiq işlər həyata keçirir. Təbii ki, qarşıya qoyulmuş əsas məqsədlərdən biri bu ərazilərə köç etmiş vətəndaşların məşğulluğunu təmin edilməsi, eyni zamanda sosial müdafiəsini gücləndirmək, bu ərazilərdə aktiv məşğulluq tədbirlərinin əhatəsini genişləndirmək, qeyri-rəsmi əmək münasibətlərinin qarşısını almaq. Təbii ki, bu bizim ana istiqamətlərimizdən biridir. Həm vətəndaşlarla, həm işə götürənlərlə mütəmadi olaraq biz işlərimizi qururuq. Vətəndaşlar dedikdə biz həm köç etmiş vətəndaşları nəzərdə tuturuq, həmçinin köçməsi planlaşdırılan vətəndaşlar, eyni zamanda bu ərazilərdə
fəaliyyət göstərən və fəaliyyəti nəzərdə tutulan işə götürənlərdən söhbət gedir. Doğma yurdlarına qayıdan şəxslərin aktiv məşğulluğunu təmin etmək üçün hansı məşğulluq proqramları mövcuddur? Mənə maraqlıdır ki, xüsusilə gənclərin və qadınların bu proqramlara marağı necədir? Amma ümumilikdə götürsək, bütün vətəndaşlara bu proqramların əlçatan olması üçün hansı işləri görürsünüz? İlk öncə qeyd edeyim ki, Şərqi Zəngəzur Regional Məşğulluq Filialı, yəni bu ərazi üzrə əhalinin məskunlaşmasının böyük bir hissəsi Bakı şəhərində yerləşdiyi üçün, məskunlaşdığı üçün filial Bakı şəhərində xidmət göstərir. Təbii ki, vətəndaşların əlçatanlığını təmin etmək məqsədi ilə bizim hal-hazırda 3 xidmət şöbəmiz də fəaliyyətdədir. Belə ki, Ağalı kəndində Zəngilan xidmət şöbəmiz, Laçın şəhər mərkəzində Laçın xidmət şöbəmiz və keçən verilişdə anonsunu verdiyim Kəlbəcər xidmət şöbəsi artıq Kəlbəcərdə öz xidmətinə başlamışdır. Eyni zamanda Kəlbəcərdə Dost məntəqəsi də fəaliyyətə başlamışdır. Belə ki, bu məsələlərin həlli istiqamətində biz Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin nümayəndəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və məşğulluqdan bir əməkdaşımız olmaqla köçüb planlaşdırılan vətəndaşlarla hal-hazırda məskunlaşdığı ünvanlarında görüşlər təşkil olunur. Onların məşğulluq istəkləri müəyyənləşdirilir, təhlil edilir. Həmin vətəndaşların məşğulluq imkanları qiymətləndirilir, fərdi məşğulluq proqramları tərtib edilir və ərazimiz üzrə gələcəkdə köçəcək olan vətəndaşların orada hansı vakant yerlər var, onunla bağlı məlumatlar həmin vətəndaşlara köçdən əvvəl verilir. Təbii ki, siz qadınlarla bağlı sual verdiniz. Bildiyiniz kimi bu ərazilərdə tikinti, abadlıq işləri olduğu üçün qadınların məşğulluğunu təmin etməkdə bir az çətinliklər var. Amma buna baxmayaraq bizim peşə hazırlıq kurslarımız var ki, bu peşə hazırlıq kurslarına artıq biz xanımları cəlb eləyirik. Demək olar ki, 60 nəfər xanımla biz peşə hazırlıq kursuna başlamışıq. Cəbrayıl rayonunda bizim Art Tekstil Azərbaycan MMC müəssisəsi ilə birgə 40-dan çox xanım, qadınlar bu kursa cəlb olunmuşdur. Artıq onlardan kursu bitirənlərdən 15-i işlə təmin olunmuşdur. Siz bildiyiniz kimi bu yaxınlarda Kəlbəcərə ilk köçümüz planlaşdırıldı və həyata keçirildi. Əvvəl qeyd etmək istəyirəm ki, Kəlbəcər sakinlərinin böyük bir hissəsi Gəncə şəhərində məskunlaşdığı üçün əvvəllər bizim xidmət şöbəmiz Gəncə şəhərində fəaliyyət göstərdi. Artıq köçdən sonra biz fəaliyyətimizi Kəlbəcər rayonunda xidmət şöbəmizdə davam etdiririk. Təbii ki, həmin vətəndaşlar köçməmişdən qabaq hər birinə individual şəkildə işlər aparılıb. Bizim karyera məsləhətçiləri tərəfindən onlarla əlaqə saxlanılır. Mövcud vakansiyalar barədə məlumatlar verilir. Eyni zamanda aktiv məşğulluq tədbirləri barədə də həmin vətəndaşlara geniş məlumatlar verilir və bu proqramlara cəlb edilirlər. Məsələn, söhbətimizə kiçik bir fasilə verəcəyik. Efir növbəsində Laçından bir uğur hekayəmiz var. Laçına ailəsi ilə köç edən və Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi əmək yarmarkasında iştirak edərək işlə təmin olunan Bəxtiyar Həsənovun uğur hekayəsinə nəzər salacağıq. Ardınca yenidən studiyamızda söhbətimiz davam edəcək. Əslən, Laçın rayonundanam, lakin Bakıda böyümüşük. Laçını ümumiyyətlə biz evdə valideynlərimizdən, böyüklərimizdən eşitmişik bunun təbiəti haqqında, gözəlliyi haqqında və bugünkü gün biz Laçında olduğumuzda həqiqətən bu deyilən sözlərin nə dərəcədə doğru olduğunu görürük. Mən özüm də 2-ci Qarabağ müharibəsi iştirakçısıyam. Laçının azad olunmasına görə Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyev tərəfindən Laçının azad olunması uğrunda Laçın medali ilə təltif olunmuşam. Vətən müharibəsindən sonra biz artıq bugünkü gün Laçına öz ailəmizlə bir yerdə köçmüşük və bizə evimiz təqdim olunubdur. Laçına köç etdikdən sonra Dövlət Məşğulluq Agentliyinə iş üçün müraciət etdim. Məşğulluq Agentliyi də məni Laçında keçirilən əmək yarmarkasına yönləndirdi. Mən əmək yarmarkasında iştirak etdim və orada Laçın istirahət kompleksinin vakansiyalarından tanış oldum. Dövlət Məşğulluq Agentliyinin göndərişi ilə Laçın istirahət kompleksinin müsahibəsinə dəvət olundum və orada müsahibədən uğurla keçdim və bugünkü gün Laçın istirahət kompleksində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyirəm. Həm müştərilərimizin, həm işçilərimizin təhlükəsizliyini burada təmin edirik. Potensial olan təhlükələri minimuma endiririk. Üzə çıxan riskləri qiymətləndiririk və həmin o qiymətləndirmə zamanı biz təhlükələri minimuma endirib iş yerində təhlükəsizlik qaydalarına riayət etmiş oluruq.
Yenidən studiyamızdayıq, Obyektivi izləyirsiniz və qonağımızla söhbətimiz davam edir. Sənan bəy, istərdim işğaldan azad olunan ərazilərdə işə götürənlərlə münasibətlər məsələsinə toxunaq. Çünki işğaldan azad olmuş ərazilərimizdə əhalinin məşğulluqla təminində məhz Məşğulluq Agentliyinin filialları qədər işə götürənlərin də məsuliyyəti, rolu, əhəmiyyəti var. Onlarla iş prosesi necə təşkil olunur? Bu məsələyə nəzər salaq. Dövlət Məşğulluq Agentliyinin ana xəttlərindən biri işə götürənlərlə qurulmuş işlərdir. Çünki bizim əsas işimiz işə götürənlərlədir. Təbii ki, bu istiqamətdə biz əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər həyata keçiririk. Mən onların nümunəsində sosial tərəfdaşlarımızla, yəni işə götürənlərlə dərin masaların təşkilini qeyd edə bilərəm, görüşləri, əmək yarmarkaları və digər tədbirləri biz işə götürənlərlə daimi olaraq təşkil edirik. 142-dən çox işə götürənlə 17 əmək yarmarkası təşkil etmişik. Bu əmək yarmarkalarında həmin işə götürənlər 1700-dən çox vakansiya təqdim etmişdilər. Bu əmək yarmarkası çərçivəsində 150-dən çox vətəndaşımız işlə təmin olunmuşdur. Hazırda isə 160-dan çox işə götürənlə hal-hazırda işlərimiz qurulur və davam etdirilir. Kifayət qədər yüksək rəqəmdir. Uğurlar arzuluram. Ümid edirəm ki, gələcəkdə işə götürənlərlə münasibətləriniz daha da sıx olacaq və işlə təmin olunan vətəndaşlarımızın sayı artacaq. İstərdim peşə kursları məsələsinə də toxunaq. Çünki əhalinin məşğulluğunun təminində peşə kurslarının da xüsusi rolu var. Əsas alətlərdən biridir peşə kursları. Vətəndaşların əsasən marağı hansı peşə kurslarınadır və bu kurslar necə təşkil olunur? Məsələn, mən bir işsiz vətəndaşamsa, peşə kursuna yazılmaq üçün hara müraciət etməliyəm? Məni necə yönləndirəcəklər, neçə müddət sonra mən kursla təmin oluna bilərəm? Bütün prosesi belə açaq. Qeyd edeyim ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşlarımıza 175 ixtisas və peşə istiqamətində imkanlar yaradılıbdır. Və peşə kurslarının təşkili vətəndaşın çevik, operativ, qısa müddət ərzində əmək bazarının tələblərinə uyğun, əmək bazarına qaytarılması üçün bilik və bacarıqlar verir və bu məqsədlə peşə kursları təşkil olunur. Qeyd etmək istəyirəm ki, əhalinin dayanıqlı məşğulluğunu təşkil etmək üçün birmənalı olaraq sizin də vurğuladığınız kimi peşə hazırlıq kursları çox mühüm, əhəmiyyətli yer tutur aktiv məşğulluq tədbirlərinin içərisində. Artıq 147 nəfər vətəndaşımız işğaldan azad olmuş ərazilərimizdə, yəni Şərqi Zəngəzur üzrə peşə kurslarına cəlb edilmişdir. Onlardan 60-ı peşə kursunu bitirmiş və işlə təmin olunmuşlar. Xanımların əmək bazarına qaytarılmasında peşə kursları mühüm rol oynayır. Təbii ki, istiqamətlər çoxdur peşə kurslarına cəlb edilmə. Mən bunun nümunəsində kiçik dərzi peşə kurslarını deyə bilərəm, bərbər peşə kurslarını və digər xidmət sahələrini vurğulaya bilərəm. 62 nəfər vətəndaşımızın peşə kurslarına cəlb edilməsi prosesi davam etdirilir. 300 nəfərdən çox vətəndaşımıza peşə yönlü məsləhətlər verilmişdir. Sənan bəy, vətəndaşın bilik və bacarıqlarının qeyd olunan və ya onun istədiyi peşə kursuna uyğun olub-olmadığını necə qiymətləndirirsiniz? Vətəndaşın məşğulluq imkanları qiymətləndiriləndə artıq onun həm arzusu, istəyi nəzərə alınır. Eyni zamanda o qiymətləndirmə prosesində artıq biz onu müəyyənləşdiririk. Bəs bu peşə kurslarına müraciət növbəliliyi necədir? Bizim ərazilərdə peşə kurslarına növbəllik o qədər ciddi problem deyil. Ona görə ki, bilirsiniz, əhali çox məskunlaşma hələ orada baş tutmayıb. Ona görə də bizdə o problem yoxdur. Müraciət edən vətəndaşların hər biri əmək bazarının tələbinə uyğun şəkildə təhlil olunur və o proses bu şəkildə davam etdirilir. Əslində bu məqama toxunmağımız yaxşı oldu. Çünki bəzən vətəndaşlar düşünür ki, peşə kurslarına müraciət edirəmsə, gözləmə çox uzun vaxt ala bilər və bunu düşünərək bəlkə də müraciət etmək istəməyə bilərlər. Amma yaxşı ki, biz qeyd etdik və artıq vətəndaşlarımız da məlumatlı olacaqlar ki, heç bir fasilə olmayacaq və peşə kurslarına müraciət üçün qeydiyyatdan keçdikdə, proseslə maraqlandıqda onlayn bizim platformalarımızdan, eyni zamanda məşğulluq filialına və xidmət şöbələrinə və dost mərkəzlərinə müraciət edə bilərlər vətəndaşlarımız. Təşəkkür edirəm. Özünə məşğulluq proqramlarına da toxunsaq yaxşı olardı. Çünki bilirik ki, özünə məşğulluq proqramlarına müraciət edən vətəndaşlar üçün kiçik bizneslər qurulur. Burada proses necədir? Bu barədə də məlumat verməyinizi xahiş edirəm.
Özməşğulluq proqramı bildiyiniz kimi bizim məşhur proqramlarımızdan biridir. Eyni zamanda xüsusi qeyd etmək istəyirəm ki, işğaldan azad olmuş ərazilərimizdə bu proqram xüsusi əhəmiyyət daşıyır. Təbii ki, bizim ərazilərdə də təxminən 60-dan çox vətəndaşımıza özməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilmişdir. Və hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşlarımıza 32 növdə öz məşğulluq zərfi təqdim edilir. Xüsusilə qeyd etmək istəyirəm ki, bilirsiniz ki, son zamanlar Laçın artıq turizm zonasına çevrilmişdir. Bizim Dövlət Məşğulluq Agentliyinin səyyar kofe evləri layihəsi var idi. Hal-hazırda Laçından bir vətəndaşımıza bu kofe evləri deməli zərfi üzrə avadanlıq verilibdir və görünən odur ki, təhlillərimiz onu göstərir ki, bu istiqamətdə biz başqa vətəndaşlarımıza da bu layihə çərçivəsində öz məşğulluq avadanı verəcəyik. Sənan bəy, ətraflı məlumat üçün təşəkkür edirəm. Verilişimizin sonuna yaxınlaşırıq. Hər hansı bir əlavəniz varsa, buyurun, deyə bilərsiniz. Mən də sonda sizə təşəkkür edirəm və bildirmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərimizdə xidmət göstərmək, Böyük Qayıdış proqramı çərçivəsində işlərin bir parçası olmaq həm qürurvericidir, eyni zamanda məsuliyyətlidir. Və mən də sizə əmin edirəm ki, bu ərazilərdə vətəndaşlarımızın məşğulluğunu təmin etmək üçün öz komandamızla birlikdə əlimizdən gələni edəcəyik. Təşəkkürlər sizə, uğur və əzm arzulayıram. Hörmətli tamaşaçılar, qonağımız Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur üzrə regional məşğulluq filialının müdiri Sənan Məmmədzadə idi. Bugün Şərqi Zəngəzurda həyata keçirilən proqramların sakinlərə açdığı yeni imkanlardan danışdıq. Bu proqramlar insanların yalnız işlə təmin olunmasına deyil, öz gələcəklərini qurmasına, ailələrinə dayanıqlı dolanışıq təmin etməsinə xidmət edir. İnanırıq ki, həyata keçirilən bu təşəbbüslər həm sosial rifahın, həm də iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfə verəcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın.